Canının qəşəng qalxıbsa, qəşəng prim verdim. Çox nahaq yerə, mən prim istəmişəm səndən. Canın ölmüşdü də, yox idin həyatda. Yox, niyə ki, sən mənə əgər qarşı fikrin var idisə nəsə, sən mənə telefonda deyə bilmirsən, nəysə, mənim nömrəm yoxdur. Niyə sən dəqiqə başı dirənmədən, dayanmadan, durmadan Timan anasına pul vermişəm, anasına pul atmışam, anasına verələmişəm, anama verələmişəm. Nə əlaqə? Bir dəqiqə, sənin anam, mən sənə hörmətə birinci anava görə qoyuram, düzdür. Əgər sən mənim o anama o pulu atıb mənim başıma və yaxud da ki, mənim anamın başına qalxacaydınsa, niyə atırdın? Ay Timan, birincisi, mən aşağıda gördün ki, mən orada incimişəm deyəndə və güldüm. Və sən orada qalxıb mənə o boyda millətin içərisində şəxsinə alçaldıcı cümlələr işlətməyi və... Birincisi, mən səni təhqir eləməmişəm. Telefonla eləyərdim. Mən səni təhqir eləməmişəm. Təhqir eləməmişsən məni? Yer göy bir olar, dünya bir olar. Sən məni ürəyin istədiyi yerə şikayət eləyə bilərsən, amma mən səndən ömrü boyu üzr istəmərəm. Çünki mən üzr istəyəcək bir söz işlətmişəm. İndi sənə bir söz deyim. Mən, sən deyirsən ki, manipulator. Kimdir burada manipulator? Sən yoxsa? Manipulator sən. Bəs sən yaxşı damatın canına girib, qanına girib. Mən manipulatorluq eləməmişəm. Mən pul yığıb anamı müalicə eləmişəm. Evimi satıb ev almışam. Evini satıb ev alan birinci səfərdir görürəm. Evini satır cəmaat anasına məsəl üçün nəsə Bəli, mən anamı müalicə eləmişəm. Mən anamı müalicə eləmişəm. Sən canlıda kart qoyub cəmaatın damarına ay qatanalı. Mənim ağanın pulu gedir, sən nökərin canı niyə çıxır ki? Cəmaatın pulu gedir, sənin niyə canın çıxır? Manipulasiya kim eləyir? Sən yoxsa mən? Cəmaat, mən cəmaatı güldürürəm. Cəmaat keyflə atır o pulu. Sevərək atır o pulu. Cəmaat ağlayır sənə görə ki, anam o xəstəliyi tapır. Anamı qoyduq qırağa, anam öz evindədir. Anama görə pul yığmıram, anama görə kart paylaşmıram. Mən danışdım, dünənə kimi sən anama görə pul yığmırdın. Az mən anamı yığıb apar müalicə elətdirib qoymuşam evini, sən narahat olma. Sən deyildin ki, deyən ki, heç bir yayıncı olmadı dünya yanımda, halal olsun bir dənə sən oldun. Ay dünya, o 5-10 manatını milyon dəfə başıma qalxdığında kartına pulunu ataq da. Yaxşı, sənə sual verirəm, başıma qalxaram, indiyənə kimi haradaydın, niyə gəlib demədin ki, üzrü say, mən sənə qarşı səhv eləmişəm. Ay qadanalı, mən sənə niyə üzr istəyirəm ki? Çıxaxı cəmaatı qoşmusan canlı yayımına, məndən dalga geçirsiniz, məni canlı yayımda qoyub çıxırsınız. Bir axıra kimi oturardın, sən mənə aşağıda yazmısan ki, bax, sənin SSV atıblar mənə. Bax, sən mənə SSV atıblar, bir də deyirsən ki, mən uşaq deyiləm. Burada nə yazmısan sən? Buyur. Bas bankava. O söyüşdür, bankadır da, banka işlətmişsiniz. Söyüşdür. Mən ağzımın önündən çıxardıram, bunları yaxşı bilirəm. Sana da qəşək prim verdim, canlını da qəşək qaldırmışam. Canlın ölmüşdü, 200 nəfərlə otururdu. Eşdirsən məni dəstəkçi. Ay kişinin oğlu, mənim primə ehtiyacım olsa narahat olma, mənim primim çoxdandan verilib. Ay dəstəkçi oğlusu, eşdirsən məni? Görsən nə deyirəm? Az danış da, Allah cavab verəcəksən ha bunlara görə. Mən nə deyim, mən burada təhqiramiz bir söz işlətmirəm. Canlıqda 100 nəfər adam olurdu, canlığı qaldırıb 2700 nəfər adam eləmişəm. Bir ay məndən oturub canlığı qaldırarsan. Telefonla danış mənə, primi yığan sənsən. Primi sən yığırsan, sən ölmüş adamsan, mən sənin nəyin üstünə prim yığacam? Mənə belə şeyə ehtiyac deyil, mənə nə sən həyatda yoxsan, səndən niyə prim yığım mən? Ay kişinin oğlu, sənə nə? Mən tutalım, yayınımda 100 nəfər var, sənə nə? Ay qadanalım, bəyək baboşun üzünə, bəyək canlaşırsan, canında 500-600 nəfər, baboşu deyirsən üzlənirəm, gedib qoşuluvara yaltuşqalıq edirsən, yaltuşqalıq edirsən. Sən neyimə lazım, sən girib çıxan var. Bax, söyüşü sən söyürsən də, söyüşsən söydün. Sən girib çıxan var, mən orada neyniyirəm? Bax, indi söyüşü sən söydün, mən söymədim. Sən girib çıxan var, mən orada neyniyirdim? Sən məndən üzr gözləsən, qulağının dalını görərsən. Sən məndən üzr görsən, qulağının dalını görərsən, qulağının arxasını. Sən də qulağının arxasını görəcəksən, elə sabahlarım səninlə danışar. İndi sən özün bas bayrağı. Yaxşı, indi bas bayrağı. Bas bankava, bas bayrağı indi. Necədir? Söyüş deyil, mən də söyüş söymürəm. İndi bas bayrağı. Mənə belə eləyir, deyir, sənə prim verdim. Mənim primə ehtiyacım var. 100 nəfərlə oturmuşdum da gül kimi. Sözüm var, ağır cümlələr işlətmək istəyirsən. Sən məni kütlənin içərisində biabır eləməkdənsə, mənə lazım deyil. Kütlənin içərisində biabır olub, məni 15.000 adam izləsin. Mənə normal özünə hörmət edən 100 nəfər yayınımda adam olsun, bəs eləyir. Sən 200'dür. Sən 200'dür.
Sənin mənə qarşı belə aqressiyan var. Yox, telefonda dinlən ki, salam əleykum, sən busan, sən oradasan, sən buradasan, sən beləsən. Səni öyrədən bərk öyrədib. Başa düşdün? Səni öyrədən bərk öyrədib. İndi sən görək necə eləmsən, nə var, nə yox bilərik də indi. Sabahlı mən sənə deyirəm ki, sən məndən üzr istəyəcəksən. Mən bunu dedimsə bilginən ki, eləyəcəksən. İndi görərsən. Nəysə, millət. Öpürəm sizi. Özünüzdən müğayət olun. Hə. Gedirəm. Sözünüz var? Aha. Yaxşı. Yaxşı. De sağ olun.